Əziz möhtərəm möminlər, bu əzəmətli Qurban Bayramı günündə, cümə günündə hər birinizi və özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. İslamın, müsəlmanların, Tövhidin ən əzəmətli bayramlarından biri olan Qurban Bayramıdır. Hər birinizi təbrik edirəm bu münasibətlə. Bu Qurban Bayramı bütün İslam ümmətinə xeyir, bərəkət getirsin inşallah. Xalqımıza öz bərəkətini nazil eləsin inşallah. Allah bu günlərdə müqəddəs Minada qurban kəsənlərin qurbanlarını qəbul eləsin və bu bayramlıq hər birimizə, bütün arzusunda olanlara gələn il bir yerdə cəm şəkildə qurbanlarımızı Minada Həzrət İbrahimin sünnəsini yerinə yetirərək qurban kəsməyi bizlərə nəsib eləsin inşallah.